Bugün qazilərimizə diqqət eləmək lazımdır. Mən buradan bütün adiyyəti qurumlara yox, özəl sektorda olan insanlardan xahiş edirəm. Mən hərdən birdən utanıram. Mən bu ölkədə yalnız aparıcı prodüseram. Məndən imkanlı, məndən qat-qat imkanı çox olan insanlar var. Onların böyük obyektləri var. Şadlıq sarayları var, nə bilim zavodları var. Mənə qazi şəkilimi qoyub TikTok'da müraciət edir, mən utanıram. Çünki o mənim fəxrimdir. O məndən 1000 dəfə artıq dəyərlidir bu vətən üçün, bu xalq üçün, bu devlət üçün. Çünki o şəhidlərimin canlı şahididir. Bugün bir qazi mənə 2 gündür müraciət edib. Ola bilər ki, ikinci qrup əlində bir problem var. Ona bir kostyum giyindirib bir mühafizəçi kimi işə götürsünüz. Ayda siz də devletdən əlavə ona bir 500-600 manat maaş verirsiniz. Ne kadar güzel olar, ne kadar bir devletimize, ne kadar hoş olar bu. Sənətkarına hörmət eləməyən müğənniləri gətirib efirdə otuzdurup da onları söz sahibi eləyən aparıcılar da bunu deməlidir. Tek Tarix Əliyev deməməlidir bunu. Hele belə Tarix Əliyevi bəyənmir. Yadınızdan çıxdı Gədəbəydə dağın ətəyində balaca bir daxmadan çıxan tabuta yerləşməyən enli külək şəhidimiz. Ne oldu? Biz elə 44 gündən sonra özümüzü göstərdik. Bəs onların davamçıları